ADA Universitetində həyata keçirilən Hacı Zeynalabdin Tağıyev Awards müsabiqəsi çərçivəsində Cyber layihəsinin ilk podkast buraxılışından sizi salamlayırıq. Mən Hafiz Bəylərli, ADA Universiteti Hüquq fakültəsinin tələbəsiyəm. Bu layihənin əsas məqsədi kiber cinayətlərin, xüsusilə phishing və rəqəmsal dələduzluq hallarının qarşısının alınması istiqamətində maarifləndirilmənin aparılmasıdır. Bugünkü qonağımız isə ADA Universiteti Hüquq fakültəsinin hüquq üzrə fəlsəfə doktoru və Azərbaycan Kiber Təhlükəsizlik Təşkilatları Assosiasiyasının eksperti Təbriz Cəfərovdur. Salamlayırıq sizi müəllim. Xoş gördük. Çox sağ olun. Təşəkkür edirəm dəvətiniz üçün. Elə isə ilk sualımıza başlayaq. İnformasiya təhlükəsizliyi ilə kiber təhlükəsizlik arasında hüquqi baxımdan əsas fərq nədir? Çox sağ olun. Yaxşı sualdır. Bilirsiniz, hətta bu informasiya təhlükəsizliyi və kiber təhlükəsizlik mövzusu təkcə bugünkü podkastda yox, bütün növ kiber təhlükəsizliklə bağlı müzakirələrin başlanğıcında verilən sualdır. Hətta dərslərdə də biz zaman-zaman bunun üzərində dayanırıq. Qısaca bir məqamı hətta xatırlatmaq istəyərdim ki, məsəl üçün Azərbaycanda informasiya təhlükəsizliyi ixtisası var. Həmin ixtisas çərçivəsində Təhsil Nazirliyi tərəfindən təsdiqlənmiş tədris proqramı təbii ki, icra olunur, reallaşdırılır. Proqramda bir fən var hüquqi aspektlərlə bağlı. Onun adını belə qoyanda bu informasiya təhlükəsizliyi və kiber təhlükəsizlik mövzusu bu ikisindən hansı terminologiyanın seçilməsi ilə bağlı məqam gündəmə gəlmişdi. Yəni informasiya təhlükəsizliyi mi olmalıdır, kiber təhlükəsizliyi mi olmalıdır hüquqi aspektlər kontekstində. Amma ən sonunda ETN də belə qərara gəldi ki, elə ikisindən də istifadə etsin. Ona görə də dərsin adını kiber təhlükəsizliyi və informasiya təhlükəsizliyi və kiber təhlükəsizliyin hüquqi aspektləri deyə formalaşdırdılar və formalize elədilər. İndi təbii ki, bu iki anlayış tam mənada eyni deyillər, oxşar anlayışlardır. Yəni informasiya təhlükəsizliyi bərabərdir kiber təhlükəsizlik deyə bilmirik. Çünki bizə görə, şəxsən mənim düşüncəmə görə, təbii ki, doktrində müxtəlif yanaşmalar var, amma informasiya təhlükəsizliyini biraz daha geniş anlayış kimi ələ alırıq və informasiya təhlükəsizliyi deyərkən klassik informasiya predmetinin də, daha doğrusu klassik informasiya məkanı anlayışını və klassik informasiya deməli vasitələrini, kütləvi informasiya vasitələrini də biz bura daxil edirik. Yəni fikrimizi biraz daha aydınlaşdırmış olsaq, açıq şəkildə ifadə edə bilərik ki, bura daxildir çap mediası, xüsusilə qəzetlərin, jurnalların və bu tipli digər kütləvi informasiya vasitələrinin təhlükəsizliyi də informasiya təhlükəsizliyi anlayışının içərisində özünə yer tapır. Amma kiber təhlükəsizlik deyəndə isə daha çox internetlə birlikdə, yəni internetin gündəmə gəlməsi, internetin kəşf edilməsi, internetin yaradılması və Pentaqonda hərbi məqsədlər üçün yaradılan internet anlayışının daha sonra sivil dünyaya açılması və geniş şəkildə həyatımızın bütün istiqamətlərini əhatə edən internet məfhumu məhz kiber məkan və bunun minvalında da kiber təhlükəsizlik anlayışını özü ilə bərabər gətirmişdi. Yəni dolayısıyla iki fərqli çevrə çizsaq, informasiya təhlükəsizlik çevrəsi çizmalıyıq, kiber təhlükəsizlik çevrəsi çizmalıyıq. Bu ikisinin kəsişdiyi nöqtə var, amma eyni deyillər. Təbii ki, fərqli tərəfləri də var. Yəni informasiya təhlükəsizliyinin bəzi fərqli tərəfləri var ki, çap məhsullarını və çap kütləvi informasiya vasitələrini biz bura misal göstərdik. Kiber təhlükəsizliyində özünə məxsus bəzi xüsusiyyətləri var, spesifikasiyaları var ki, biz bunu informasiya təhlükəsizliyi anlayışının içərisində tam mənada ehtiva edə bilmərik. Son olaraq bir məqamda vurğulayıb bu suala cavabı yekunlaşdırmaqda fayda görürəm, çünki çox uzatmayaq. Bizim 2023 və 2027-ci illərə əhatə eləyən strategiyanın da adı məhz bu iki məfhumun ikisini də ehtiva eləyir. İnformasiya təhlükəsizliyi və kiber təhlükəsizliyə dair 2023-2027-ci illərə əhatə eləyən strategiya. Yəni diqqət eləsəz, dövlət də bu iki anlayışın arasında çox da fərq qoymaq istəməyərək bu ikisini birlikdə bir problemin iki fərqli mi deyək artıq yoxsa yaxın, oxşar tərəflər olaraq ələ alıb və strategiyanı bu çərçivədə görür. İndilik bu qədər. Çox sağ olun. Növbəti sualımız isə biz kitabınızda kiber immunitet termininə rast gəldik. Kiber immunitet formalaşdırmağın vacibliyini qeyd edirsiniz. Cəmiyyətdə bu immuniteti necə yaratmaq olar? İnsanlara sadəcə parolunuzu güclü qoyun deməkdən daha təsirli hansı mesajı verməliyik? Təşəkkür edirəm. Bu da yaxşı sualdır. Əslində ümumiyyətlə immunitet bütün bəşəriyyətə, bütün cəmiyyətə və lokal mənada da götürəndə insanlığa lazımdır. Yəni acı görürsünüz, insan bir balaca qrip olan kimi dərhaldır, immunitetim düşüb və s. Yəni bu cəmiyyətə münasibətdə də belədir, bəşəriyyətə münasibətdə də belədir. Və bütün sosial məsələlərdə də eynən tibbi və texniki elmlərdə olduğu kimi bəlkə fiziki mənada immunitet deyə biləcəyimiz anlayışla ehtiva olunmayan, amma
Bununla birlikdə immunitet məfhumunun içərisində özünə yer tapa bilən bir immunitet anlayışına ehtiyac var. Yəni insanların nəyisə öyrənməsi, biliyini artırması, aşina olması. Çünki insan bilmədiyi nəslədən qorxur da, deyilmi? İnsan Bəli, bilmədiyi nəslədən hər zaman zərər görür. Bunu deyərkən bax elə stolun üstündə mən bayaq bura gələndə deməli kitablara bir-bir baxırdım. Çünki mən kitabları görəndə sözün həqiqi mənasında bir növ belə deyək də səbr nümayiş etdirə bilmirəm. Dərhal başlayıram artıq şkafları qurcalamağa sözün həqiqi mənasında. Və Mirzə Cəlilin kitabını gördüm. İndi bilmirəm kamera yəqin ki bunu çəkir. Mirzə Cəlilin kitabından yola çıxaraq bu immunitetə bağlamağı necə düşünürəm açıqcası və dərhal elə bu immunitetlə bağlı sual gələndə Mirzə Cəlilin kitabı və onun üzərindən kiberməkandakı immunitet mövzusu mənim beynim məşğul olmaya başladı. Baxın, Azərbaycanın müasir dövrdə, müasir ədəbiyyatının, maarifçiliyinin bəlkə belə demək mümkündürsə, banilərindən biri Mirzə Cəlil. Bəli. Mirzə Cəlil cəmiyyətdə nəyə immunitet yaradırdı? Cahilliyə qarşı immunitet yaradırdı. Xurafata qarşı immunitet yaradırdı. Savadlı olmağa çağırışlar həyata keçirdi və bir növ insanların sivil dünya ilə həmahəng olması, sivil dünyanın içərisinə daxil olması və modern dönəmin mahiyyətinə uyğun yetişməsini təmin edirdi. Əslində nə edirdi? İmmunitet yaradırdı. Bəli. İndi kiberdə də bu belədir. Əziz dostlar, hörmətli tamaşaçılar, baxın burada çox incə bir məqam var. Kiber yeni bir məkandır. Düzdür, bu məkanın fiziki tərəfləri, daha doğrusu fiziki tərəfləri, vurğunu sanki səhv söylədim. Fiziki tərəfləri çox azdır, hər nə qədər ki azdır, amma buna rəğmən var. Yəni halbuki var deyə bilərik əslində bu cümlə ilə birlikdə. Yəni kiberdə biz hardware və software ayrımlarına gedirik də, separation-a gedirik, deyilmi? Hardware tərəfi fizikidir. Amma buna rəğmən məncə kiberi kiber eləyən, kiber məkanı özünə gətirən, kiber məkan kimi formalaşdıran və bu qədər qloballaşdıran əslində onun software tərəfidir. Yəni software dediyimiz proqramlaşdırma tərəfi. Riyazi düsturların, ilk başda riyazi düsturların kodla özünü göstərməsi və məşhur kiber hüquqla bağlı araşdırmacı Amerikan professor Lawrence Lessig'in dediyi kimi, acaba code is law anlayışını bir növ reallığa çevirən bir məfhuma dönüşüb kiber məkan. Burada immunitetin yaradılması ancaq və ancaq vətəndaşların bəlli orta statistik çərçivədə maarifləndirilməsindən keçir. Yəni mən hər getdiyim toplantıda bu sözü söyləməyə özümə borc bilirəm ki, vətəndaşlar bu alarmingi hiss eləsinlər, bu siqnalı hiss eləsinlər ki, Azərbaycan Respublikasının ən ücra köşəsində, ən ucqar kəndində yaşayan 80 yaşlı bir vətəndaş və yaxud da 15 yaşlı bir uşaq, 14 yaşlı bir uşaq, 17 yaşlı, 18 yaşlı bir yeniyetmə, 18-i tamam olmuş, tam fəaliyyət qabiliyyəti tanınan vətəndaşlar, bütün bunların hamısı topyekün olaraq minimal səviyyədə də olsa kiber təhlükəsizliyi və kiber məkanla bağlı maarifləndirilməsə, biz tam mənada kiber müdafiədən və kiber mühafizədən danışa bilməyəcəyik. Mən bunu açıq-açıq və burada cəmiyyətin qarşısında söyləməyi özümə borc bilirəm. Digər tərəfdən, əziz dostlar, burada bir digər maraqlı tərəf məqam odur ki, bütün bu proses əslində bir ümumxalq fəaliyyəti tələb edir. Yəni kiber təhlükəsizliyi bir ümumxalq fəaliyyətinə çevrilməlidir. Yəni siz bilirsiniz də, indi təbii ki, mənim, sizin, xüsusilə bu gənc nəslin nümayəndələrini phishingə məruz qoymaq, kiber dələduzluğa məruz qoymaq falan çox çətindir. Adətən bizdə kiber qurbanlar, daha doğrusu kiber cinayətlərin, illegal kiberdə həyata keçirilən illegal əməllərin qurbanları kim olur? Ya yeniyetmələr, ya uşaqlar, ya da yaşlı nəsil. Bəli. Niyə? Çünki literacy onlarda daha azdır. Əlbəttə, bu o demək deyil, onların bu literacy'nin bu mənada az olması anormal bir şeydir. Anormal deyil, çox da normaldır. Yəni adam 60 yaşına qədər internet mi görüb yəni? Adam gəlib 60 yaşında internet görüb, biz ondan gözləyirik ki, interneti bizim kimi bilsin. Bu anormallıq olar, deyilmi? Yəni onun bilməməsi normaldır. Sadəcə biz onlara öyrətməliyik, onlar arasında maarifləndirməni daha çox həyata keçirməliyik ki, çünki artıq onlar gəliblər kiber məkana və burada öz hüquqlarını təmin edə bilsinlər. Bir də o bayaqki sözüm yarımçıq qaldı. Kiber məkanı tabir yerində isə təşbihdə hata olmasın, amma təxminən yeni bir planetə mən bənzədirəm zaman-zaman. Yəni necə ki insanlıq bəzən nə bilim ayda deyək ki məskunlaşaq, Marsda məskunlaşaq deyirlər. Bizim aya Marsa getməyimiz indi kosmonavtikada bu normaldır da, kosmonavtlar gedirlər filan. Amma o adi bir hal deyil. Yəni Marsa getmək üçün, aya getmək üçün nə qədər ciddi enerji, resurs xərclənir. Bir plus gedib orada 2 həftə, 1 ay yaşamaq üçün bilirsiniz nə qədər xüsusi spesifik şərtlər formalaşdırılır. İndi kiber məkanı da təxminən elə təsəvvür etmək lazımdır. Kristofor Kolumb Amerikanı kəşf eləyəndə, ilk başda Amerikaya gedəndə, bu Amerikanı tanımırdı.
Heç oradakı münasibətlər sistemini də bilmirdi və məhz bunu bilmədiyinə görə bilirsiniz nə qədər təlatümlərlə qarşı-qarşıya qalıb. Oradakı o lokal qəbilələrlə münasibətlərin formalaşdırılmasında nə qədər çətinliklərlə üz-üzə qalıb. Yəni kiberdə də siz elə düşünün. Yeni bir qəbilələr var, tayfalar var. Kiber yeni bir planetdir, yeni bir məkandır və bunun özünə məxsus keyfiyyətləri var, bunun özünə məxsus qaydaları var. Hətta John Perlonun o 96-cı ildə elan elədiyi ki, Independence of Cyberspace, yəni kiber məkanın müstəqilliyini bilirsiniz elan etmişdi onlar ki, dövlətlər artıq kiber məkana gələ bilməyəcəklər. Bura bizim məkanımızdır. Bura internet pioneerlərinin yaratdığı yeni bir belə demək mümkünsə qitədir. Qitədi dırnaqlar içərisində və burada qaydanı biz qoyuruq. Dövlətlərin qoyduğu qayda burada keçməz şəklində bir yanaşması var. İndi halbuki hər nə qədər bu yanaşma üzərindən 20 il keçəndən sonra Çinin, ondan sonra Rusiyanın internet fraqmentasiyası ilə bağlı atdığı addımlar, interneti öz suverenliyinə tabe etdirməklə bağlı real cəhdləri onu deməyə əsas verdi ki, Perlonun əslində bu ideyaları biraz radikal ideyaları idi və əslində onu göstərdi ki, dövlətlər biraz kiberə gələ bilir. Amma gələ bilsələr də, dövlətlər də asan-asan gələ bilmirlər. Christopher Kolumb Amerikanı kəşf etməkdə nə qədər çətinlik çəkmişdisə, indi bilmirəm, mən xatırlamıram nə qədər onun vaxtı getmişdi. Hətta Amerikanı Christopher Kolumbdan öncə kəşf etməyə çalışan səyyahların bir çoxu ciddi təlatümlərlə qarşı-qarşıya qalmışdılar. Mən dövlətləri biraz ona bənzədirəm. Dövlətlər elə bir ki, Amerikanı kəşf etməyə çalışırlar. Təxminən bilirlər Amerika hardadır, xəritəsini tapıblar. Amma ora getmək var. Ora getmək var. Lap deyək ki, getdin. Gedəndən sonra məskunlaşmaq var. Oradakı o yerel qaydaları nəzərə almaq var. Oradakı o yerel standartları da hesaba qatmaq var. Yəni dolayısıyla bu iş biraz həqiqətən çox qəliz bir prosesdir. Zamana ehtiyac var və immunitetin formalaşdırılması da o sualınıza qayıtsaq, bax bütün bu prosesin birlikdə topyekün aparılması ilə yaradılmalıdır, aparılması ilə təmin edilə bilər deyərək burada da bir nöqtə qoyuram. Növbəti suallar olarsa cavablandıraq. Elə kiber məkandan söhbət açılmışkən, o barədə sualımızı verib ünvanlamaq istəyərdim. Kiber məkanı suverenlik məsələsi problemli məsələlərdən biri idi. Məlumdur ki, bir ölkə kiber təhlükəsi baxımından nə qədər maliyyə ayırsa da və yaxud da ki, hazırlıq tədbirləri görsə də, digər bir ölkənin sistemində olan kiçik bir zəiflik bəzi kiçik kiber cinayətlərin törədilməsi üçün kifayət edə bilər. Bu problem barədə nə düşünürsünüz? Kiber məkanı dövlət suverenliyinin bir hissəsi kimi qəbul etmək doğrudurmu? Təşəkkür edirəm. Çox sağ olun. Bu arada əslində biz bayaq verdiyiniz sual var idi da, deyilmi? İmmunitetlə bağlı. Mirzə Cəlildən nümunə verdim. İndi təşbihdə yenə xəta olmasın. Estağfurullah, biz Mirzə Cəlil ola bilmərik, amma biz əslində kiber məkanın Mirzə Cəlilləri olmağa cəhd göstəririk də, belə deyək, deyilmi? Yəni indi bunu nə qədər bacarırıq, nə qədər bacarmırıq, bu qərarı mən verə bilmərəm. Bunu cəmiyyət qərarı verər, sizlər qərar verərsiniz, tamaşaçılar qərar verər, amma əsasında bir balaca Mirzə Cəlili oxşatmağa çalışırıq da özümüzü. Burada maarifləndirmə həyata keçiririk. Və bu maarifləndirmə suverenliyi də təbii ki ehtiva edir. Təbii ki ehtiva edir. Yəni nə mənada? Artıq kiberdə bilirsiniz, o cyber sovereignty, digital sovereignty anlayışları uzun dönəmdən bəri artıq formalaşmağa başlayıb və bütün dövlətlər bunu təmin etməyə çalışır. Bunun başında gələn dövlət Çindir. Mən bunu hər zaman söyləyirəm açıq-açıq. Çin Xalq Respublikası internetdə suverenliyini əslində belə indi bilmirəm, bunu söyləməkdə fayda var. Yəni təmin edə bilib. Qismənmi deyim, böyük səviyyədə mi? %80 bunu təmin edə bilib. Çünki Çin artıq özünün online Chinese wall yaradı. Bu online Chinese wall, online Çin divarları yaradı. Müxtəlif firewalllar və gatekeeperlər vasitəsilə öz informasiya məkanına daxil olan informasiyaları bir növ blokaja məruz qoya bilir. Əlbəttə bütün bunları deyəndə dərhal freedom of expression dediyimiz ifadə azadlığı, informasiyaya çatımlıqla bağlı, deməli məlumat azadlığı, ondan sonra internet azadlığı anlayışları falan da formalaşıb artıq. Bütün bunlar mənim xatirimə gəlir. Təbii ki, mən Çinin bu suverenliklə bağlı atdığı addımları deyərkən mən ifadə azadlığının məhdudlaşdırılmasının tərəfdarı deyiləm. İfadə azadlığının məhdudlaşdırılması mənasına gələcək cümlələr qurmuram. Bir mənalı şəkildə mən ifadə azadlığının və internetdə fundamental insan hüquq və azadlıqlarının axıra qədər, son damlasına qədər qorunmasının tərəfdarıyam və hesab edirəm ki, məhz internetin nizamlanması, ifadə azadlığının pozulması və yaxud da internetdə fundamental insan hüquq və azadlıqlarının məhdudlaşdırılması şəklində özünü göstərə bilməz. Mən dissertasiyamda da bunu girişdə introductiona yazmışam ki, mənim burada yazdıqlarım regulasiya ilə bağlı dediklərim, suverenliklə bağlı dediklərim heç bir halda, heç bir dövlət tərəfindən ifadə azadlığı başda olmaqla insan hüquq və azadlıqlarının məhdudlaşdırılmasına xitab edəcək şəkildə istifadə edilə bilməz. Çünki bizim məqsədimiz o deyir, mən demədim ki, öldür, mən vur deyirəm, sən öldürürsən. Mən regulasiya ilə deyirəm, sən interneti bağlayırsan, bu yol deyil.
Bir də ki, interneti texniki olaraq bağlamaq nə qədər mümkündür ya deyil, bu da ayrı bir mövzudur. Yəni xüsusilə Elon Musk'ın artıq deməli kosmosdan internet verə bildiyi bir dönəmdən keçirik və hətta bir çox qapalı dövlətlərə deməli onun yaratdığı o peyklər vasitəsilə artıq bilirsiniz internet təmin edə bilir filan. Yəni bu baxımdan əslində internetdə o məhdudiyyəti yaratmaq da mümkün deyil. Amma bu o mənaya gəlirmi ki, biz interneti ümumiyyətlə başına buraxmalıyıq? Yox. Yəni bu o mənaya Christopher Kolumb Amerikaya gedəndən sonra İspanlılar, Avropadakılar UK-dən Amerikaya gedəndən sonra nə etdilər? Bəyəm orada heç bir regulativ addımlar atmadılarmı? Nizamlama eləmədilər? Əlbəttə elədilər. Çünki 2 nəfər varsa, cəmiyyət varsa, bəşər varsa, orada mütləq hüquqa ehtiyac var və nizamlamaya ehtiyac var. İndi Azərbaycan Respublikası kontekstində də bizim interneti nizamlamamıza ona görə ehtiyac var ki, bizim vətəndaşlarımız internet istifadə edir, kiberməkanı istifadə edir. Burada dələduzluğa məruz qalırlar, kiberbullyingə məruz qalırlar, ondan sonra onlayn qumar, qanunsuz kontentlər, məzmunlar, bütün bunların hamısı söz konusudur. Və bütün bunları nizamlayarkən əlbəttə ki, Azərbaycan Respublikası suveren haqlarından istifadə eləməlidir. Sizin o sualınızı mən xatırlayıram. Dediniz ki, kiber suverenlik, dövlət suverenliyin tərkib hissəsidirmi? Bir mənalı. 100%. Bunun başqa bir cavabı yoxdur. 100%. Amma sual yaranır ki, harda? Ümumiyyətlə kiberməkan fizikidirmi? Fizikidirmi ki, suverenliyin tərkib hissəsi olsun? Mən dərhal cavab verirəm ki, bəyəm hüquq fizikidirmi? Bəyəm dövlət fizikidirmi? Bəyəm hüquqi şəxslər fizikidirmi? Bunu deyərkən mənim dissertasiyamda yazdığım kimi mənə elə gəlir ki, dövlətin o 3 klassik ingrediyenti var da, bilirsiniz, 4 göstərdim deyəsən, 3 klassik deyək. 3 klassik ingrediyenti, yəni hava, su və torpaq deyirik də, quru sərhədləri deyilmi? Bəli, bəli. Yəni o territorialitenin içərisində bir də sanki mənə elə gəlir ki, artıq fiziki olmayan, yəni biz buna nə deyə bilərik? Legal territory formalaşıb. Yəni legal ərazi. Bu legal ərazini məhz kiberməkan olaraq adlandırmaq mümkündür. Və çox qəribədir ki, bu legal ərazinin sərhədlərini çəkmək çox çətin məsələdir. Fiziki ərazidən fərqli olaraq legal ərazinin sərhədlərini çəkmək çox çətin məsələdir. Bizim fiziki olaraq qonşu olduğumuz ölkələr bəllidir, deyilmi? Bəli. Qurudan 5 ölkə ilə həm sərhəddik, mənim bildiyim qədərlə, indi xəta edirəmsə məni düzəldin. Bizim Xəzər dənizi üzərindən də əlavə olaraq 2 ölkə ilə, ümumilikdə isə İran, Rusiya, Türkmənistan, Qazaxıstan 4 deyirik də, deyilmi? 4 ölkə ilə sərhəddimiz var. İndi Rusiya və İranla qurud olduğuna görə, mən o qurun içində saydığıma görə Türkmənistan və Qazaxıstanı işin içərisinə qatdım və 2 dedim. Biz amma internetdə Avstraliyanın da sərhəddik. Biz internetdə kiberməkanda Yaponiyanın da sərhəddik. Biz deyək ki, Malawi ilə də sərhəddik. Biz Meksikanın da sərhəddik, Braziliyanın da sərhəddik və sair və axır. Və interneti və kiberməkanı çətin eləyən budur zaten. Yəni çünki biz klassik məkanda cənubdan nəyin gələ biləcəyi, şimaldan nəyin gələ biləcəyi, hansı təhdidlərlə və yaxud da ki, təşviqlərlə qarşılaşa biləcəyimizi aşağı yuxarı bilirik. İndi biz uzun illərdir burada yaşayırıq. Bizlər bilməsək də babalarımızdan gələn, atalarımızdan gələn müəyyən instinktlər var ki, ondan yola çıxaraq bunu bilirik. Amma kiberməkanda axı bizə yaddır bu. Biz Malavinin, deməli, Malavidən gələcək və ya Avstraliyadan gələcək, Balqaristandan gələcək təhdidlərə yad ola bilərik və bu normaldır. Əslində kiberməkanı da çətin eləyən budur. Burada fiziki sərhədləri cızmaq çətin məsələdir, amma zaman-zaman artıq dilə gətirilir informasiya məkanı. Məsəl üçün, diqqət edirsinizsə, Azərbaycan dilli internet segmenti anlayışı var da, deyilmi? Bəli, bəli. Deyək ki, türk dilli və yaxud da ki, Türkiyə türkçəsi deyək, Anadolu türkçəsində internet segmenti var. Və yaxud da rusca bir internet segmenti var. Əslində o segmentlərə münasibətdə də bir suverenlik anlayışı qismən formalaşdırmaq mümkündür buradan yola çıxaraq. Amma digər tərəfdən də biz burada mən dissertasiyamda yazmışam, əsas effekt doktrinini istifadə edirik. Yəni təsir doktrinini. Nə ki Azərbaycan internetdən, nə ki Azərbaycan Respublikasını təsir eləyir, effekti var bizim cəmiyyət üzərində, dövlət üzərində və s. O zaman biz artıq Azərbaycanın həmin hadisəyə, həmin əmələ münasibətdə qabil ola biləcəyi görüşünü irəli sürə bilərik. Yəni həmin hadisəyə interven və yaxud da müdaxil ola bilər. Müdaxilə eləyə bilər. Və biz bu şəkildə baxırıq. Amma indi yəqin ki, birazdan bəlkə yurisdiksiya ilə bağlı sual verəcəksiniz, amma yurisdiksiya problemi çıxır da burada. Bəli. Bu problemi də çözməyin indi bu yaxınlarda artıq bilirsiniz BMT-nin deməli Cybercrime Convention-u qəbul olunub. Ondan əvvəl də biz Budapeşt Konvensiyasının üzvü idik. Avropa Şurası tərəfindən qəbul olunan biz 2009-da onu ratifikasiya eləmişik. Budapeşt Konvensiyasında qismən müəyyən addımlar falan var idi, amma Cybercrime Convention-da bunu daha da detallandırıblar. Əslində biz o yurisdiksiya ilə bağlı ortaya çıxan problemləri bir nümunə izah edək və cavabını verək. Deyək ki, A şəxsidir, Almaniyada oturub, Azərbaycana yönəlik fəaliyyətlə məşğuldur. Plus da ki, internet resurslarını da Almaniyadan istifadə edir.
Onun bütün fiziksel varlığı Almanyadadır, amma fəaliyyəti Azərbaycana qarşı yönəlib. Onda burada məsələ necə olmalıdır? Azərbaycan qanunlarını biz həmin şəxsə şamil edə bilərikmi sual ortaya çıxır. Şamil edə bilərik deyək lap, misal üçün. Bəs necə şamil eləyək? Axı o Almanyadadır. Necə tətbiq eləyəcəyik? Bax, bu sualların həlli beynəlxalq hüququ gündəmə gətirir. Yəni dövlətlərarası əməkdaşlıq. Biz burada artıq due diligence prinsipini ortaya qoyuruq. Heç bir dövlət öz ərazisini başqa dövlətin əleyhində ola biləcək şəkildə istifadə eləməməlidir. Yəni məsəl üçün kimsə İrandan Azərbaycana kiber atak həyata keçirirsə, Azərbaycan dövlətinin müraciəti əsasında İran həmin kiber atakın həyata keçirildiyi yeri, şəxsi müəyyənləşdirməli və onlar barəsində müvafiq qanunverici əsasında ölçü götürməlidir. Ölçü götürməsə Azərbaycan üçün həmin hədəf legitim hədəfə çevrilir. Bəli. Legitim point deyə bilərik biz ona. Və bu baxımdan məsələyə bu cür baxmaq lazımdır. Hə, onda siz deyə bilərsiniz ki, bəs yaxşı İran və yaxud indi mən ad çəkmək istəmirəm. Konkret mən nümunə kimi İran söylədim. Olmasın İran, olsun B dövləti, C dövləti. Bəs həmin C dövlətindən atak gəlsə və C dövləti Azərbaycanın müraciətlərinə səssiz qalsa. Ha, onda nə olacaq? Onda Azərbaycan deyəcək ki, sabah sənin müraciətlərə də mən səssiz qalacağam. Sabah mənim ərazimdən də mənim tapa bilmədiyim, mənim yerini müəyyənləşdirə bilmədiyim hansısa qruplar sizə kiberatak həyata keçirə bilər. Yəni bu artıq dövlətlər arası bir məsələyə çevrilir və bunun da bu kontekstdə çözülməsi əlzəmdir. Ancaq bütün bunları söyləyərkən əziz dostlar, bir məqamda qeyd edeyim. Bu dediklərim internetin və IT-nin öz arxitekturası nəzərə alınmadan önünə keçirilə biləcək problemlər deyil. Önünə keçilə biləcək problemlər deyil. Çünki biz burada internetin o sürətini, arxitekturasını hesaba qatmalıyıq. Yəni burada virus, antivirus məsələsi kimidir də. İnternetdə əslində illegal əməllər varsa, süni intellektlə hansısa formada deyək ki, illegal əməllər və yaxud da ki, addımlar atılırsa, bir şey unutmayın ki, süni intellektlə də onlara qarşı countermeasureslər də eləmək mümkündür. Yəni əslində interneti internetlə məhdudlaşdırmaq və yaxud da internetdəki illegal əməllərə internetdəki legal mühafizə vasitələri ilə mübarizə aparmaq şəklində bir paradigma və yanaşma sərgilənməlidir deyərək yerə nöqtə qoyuram, söz sizdə. Elə bizim yurisdiksiya ilə bağlı suala da artıq cavab verdiniz və mən hal-hazırda aktual olmayan, lakin son vaxtların aktual mövzusuna toxunmaq istəyirəm. Hansı ki, siz azadlıq, söz azadlığından danışdınız. Bəli. Kiber təhlükəsizlik adı ilə internetə nəzarət artdıqca söz azadlığı risk altına düşə bilərmi? Yəni bu balans necə qorunmalıdır? Bilirsiniz, bu yeni mövzu deyil. Yəni bu klassik mediada da var idi da, deyilmi? Yəni klassik mediaya kimlərin çıxışı var və yaxud da ki, deyək ki, cəmiyyətdə bütün kəsimlərin klassik mediaya çıxışı varmı? Klassik media nə qədər azaddır? Keçən indi zaman-zaman dünyada gündəmə gəlir də, ümumiyyətlə Amerika prezidentinin də o fake news və fake media ilə bağlı açıqlamaları gündəmə gətirir ki, ümumiyyətlə azad media varmı, müstəqil media varmı sualları. Mən buna açıq cavab vermək istəmirəm. Bu biraz siyasi politik mövzudur. Bunun üzərində danışırlar, gedilər filan. Yəni sadəcə sözümü ora gətirmək istəyirəm ki, bu biraz klassik mövzudur əslində ki, elə medianın özü söz azadlığına ehtiva edir, amma dövlətlər də çalışırlar ki, istərsəniz medianı biraz regulate eləsinlər ya da kontrol eləsinlər. Kontrol olanda avtomatik söz azadlığının qismən müəyyən qədər nəzarətdə saxlanıldığı mənasına gələ bilər. Amma gəlin əziz dostlar, biz məsələyə bir profildən baxmayaq da. İndi biz ancaq düşünməyək də dövlətlər elə pis məqsəd üçün interneti kontrol eləyir və ya da pis məqsəd üçün medianı kontrol eləyir. Amma bir şey unutmayın ki, axı medianı kontrolsuz da buraxmaq olmaz. Kontrolsuz da buraxanda birilərini təhqir eləyirlər, birilərinin reputasiyasına toxunurlar, birilərinin deyək ki, böhtana məruz qoyurlar. İndi bunlar da var axı. Yəni əslində bizim internetdə regulasiya ilə bağlatdığımız addımlar vətəndaşları, insanları qorumağa hesablanıb. Yəni qorumağa hesablandığı müddətcə əladır, good, təşəkkür edirik. Amma nə vaxt ki artıq fundamental azadlıqların məhdudlaşdırılması şəklində özünü projeksiyon eləyəcək, göstərəcək. Onda problem var deməkdir. Aydındırmı? Yəni dolayısıyla burada çox önəmli bir balans var. State security, national security dediyimiz milli təhlükəsizlik məsələsi var, dövlət suverenliyi məsələsi var, amma digər tərəfdə də fundamental insan hüquq və azadlıqları var. Biz nə etməliyik? Bu ikisinin balansı proportional dediyimiz, yəni proporsional bir yanaşma ortaya qoymalıyıq ki, nə tam olaraq internetdə məhdudlaşmaya gedək, söz azadlığını məhdudlaşdıraq, interneti o deyirlər rubinlikdən söndürmək, el dilində belə bir yanaşma var. Yəni rubinlikdən söndürüb hər şeyi məhdudiyyətə qoymaq da bir çıxış yolu deyil və bu hüququn, eyni zamanda fundamental hüquqların pozuntusu mənasına gələ bilər. Amma digər tərəfdən dövlət təhlükəsizliyi, milli təhlükəsizliyi və internetdə ümumiyyətlə bütün məsələlərin regulasiyası buraxılması da doğru yanaşma olmaz. O zaman da yenə vətəndaşlar və dövlət ziyan görə bilər. Yəni siz unutmayın ki, bu gün ən çox hücum artıq kiber fəzada həyata keçirilir, kiber məkanda həyata keçirilir. Dövlətin kritik infrastrukturları kiber hücuma məruz qalır. Bax, mən primitiv bir nümunə verim. Bugün Mingəçevir Suam var. Azərbaycanda çox kritik bir infrastruktur, deyilmi?
Bəli. Azərbaycanın ən mühüm, ən kritik infrastrukturlarından biridir. Mingəçevir su anbarına ballistik raketlə zərbə endirməklə, Mingəçevir su anbarına ballistik raketlə zərbə endirməklə anbarın elektronik sistemlərinə müdaxilə eləyib, onu degradasiyaya məruz qoymaq arasında nəticə etibarilə elə ciddi bir fərq qalmayıb artıq. Yəni bunu unutmaq olmaz. Yəni dolayısıyla bu tipli kritik infrastrukturların mühafizəsi nöqteyi-nəzərdən internetdə dövlət tərəfindən ağlabatan proporsional regulyativ addımların atılması hüquqa uyğundur, doğrudur və tərəf çıxılmalı məqamdır. Yetər ki, bu nizamlamalar heç bir halda insan hüquq və azadlıqlarının məhdudlaşması şəklində özünü göstərməsin. Məncə çox doğru vurğuladınız. Hansı ki, bunu mühazirələrdə də müəllimlərimiz elə siz daxil olmaqla bizə bildirirlər ki, yəni bir şəxsə çox yəni fazla bir azadlıq vermək başqasına mənfi təsir göstərirsə, bu artıq ədalət deyil, bu artıq hüquq deyil, azadlıq da deyil. Növbəti sualımızı ünvanlayım sizə. Hansı ki, biz phishingdən danışdıq və hal-hazırda daha çox yaşlı nəsil, düzdür, artıq gənc nəsil də bununla qarşılaşır. Bank hesab məlumatlarının oğurlanması baş verir. Phishing hallarında bankların məsuliyyəti harada başlayır? Yəni müştəri səhv edibsə belə bank tam kənarda mı qala bilər? Maraqlı sualdır. Hal-hazırda bizim məhkəmə praktikası və bizim hüquq praktikası onu göstərir ki, kommersiya strukturları, banklar demək olar ki, tam kənarda qalır. Yəni onlar deyir ki, müştərinin xətası ucbatından olub. Dəfələrlə mənə vətəndaşlar da müraciət eləyir, korporativ sektordan da müraciətlər olur filan. Adətən görünən budur ki, hələ ki bizdə belədir. Amma ən son Türkiyə təcrübəsi mən baxdım. Türkiyədə artıq Yargıtayın, Türkiyə Ali Məhkəməsinin gətirdiyi president o yöndədir ki, banklar tam yaxası kara çəkə bilməzlər. Çünki bilirsiniz bu nəyə bənzəyir? Elə bil ki, biz yenə deyirəm tabirdə xəta olmasın, təşbihdə xəta olmasın. Deyir o uşağın əlinə bıçaq vermisən, sonra deyirsən ki, uşaq getdi o bıçaqla kiməsə xətər yetirdi, deyirsən ki, mənim heç bir məsuliyyətim yoxdur da, neyniyim, mən bıçaq verdim. Və sən uşağın əlinə niyə bıçaq verirsən ki? Və yaxud da uşağın əlinə bıçağı axı elə verməzlər. Uşağın əlinə bıçağı verəndə demək lazımdır ki, bunu necə istifadə etmək lazımdır, bu nə üçündür, bu meyvə kəsmək üçündür, ya deyək tərəvəz kəsmək üçündür, bu adam vurmaq üçün deyil. Bu deyək ki, digər negativ nəticələr gətirilə biləcək şəkildə istifadə edilə bilməz. Yəni sən bunu ona öyrətməlisən. Çünki o uşaqdır. Sən bunu öyrətməsən, o gedib öz həmkarına və yaxud da ki, öz həmyaşıdına bunu ata da bilər. Onda belə çıxır ki, onda valideynlər deyəcək ki, yox, burada bizim heç bir məsuliyyətimiz yoxdur. Biz sadəcə ona deyək ki, yəni o bıçağı götürür. Və belə bir yəni absurddur da bu, deyilmi? Bu olmaz. İndi təbii ki, mən bunu eyniləşdirmək istəmirəm nümunələri. Mən biraz belə kaba taslaq, biraz daha loğru bir nümunə verdim ki, aydın olsun məsələ. İndi banklar da bu nöqteyi-nəzərdən texnologiyadan çox ciddi bilgisi olmayan, technology literacy yüksək səviyyədə olmayan, oxur yazarlığı yüksək səviyyədə olmayan, kodun, parolun, şifrənin nə olduğunu bilməyən, 1 2 3 4 5 6-nın parol olduğunu zənn eləyən və yaxud da ki ayla.5 və yaxud da nə bilim salam 1 2 3 kimi şifrələrin güclü parol olduğunu zənn eləyən, ümumiyyətlə güclü zəif parol anlayışından başa çıxmayan bir adama 50-60 min, 1 milyon, 500 min vəsaiti onun öhdəsinə buraxmaq, ona məsuliyyəti yükləmək nə qədər ədalətlidir, nə qədər ağlabatandır, nə dərəcədə doğrudur. Uşağın əlinə silah vermək kimi bir şeydir. Yəni inanın Allah, uşağın əlinə Kalaşnikov vermək kimi bir şeydir. Ya deyək ki, bıçaq vermək kimi bir şey. Təxminən ona bənzər bir prizma biz bura müəyyənləşdirə bilərik. Ona bənzər bir kontekstdir. Yəni dolayısıyla burada mütləq şəkildə Türkiyə təcrübəsində də artıq banklara bəlli bir ölçüdə yükümlülük, məsuliyyət gətirilib. Yəni bu o deməkdir ki, banklar əlbəttə ki, gəlib həmin şəxsin telefonunu idarə edə bilməz. Amma o şəxsə güclü şifrənin nə olduğu, zəif şifrənin nə olduğu, kimdən gələn zəngin şübhəli olduğunu, kimdən gələn zəngin şübhəli olmadığını, bankdan gələn zəngin necə ola biləcəyinə dair maarifləndirici addımlar atmalıdır. Bu onun öhdəliyidir. Bizim qanunvericiliyin də istər fərdi məlumatlar haqqında qanun, istər Mərkəzi Bankın banklarla bağlı banklarda kiber təhlükəsinin təmin edilməsinə dair bilirsiniz, İdarə Heyəti qərarı var. İdarə Heyətinin qərarında da bu tipli məsələlərə, maarifləndirmə ilə bağlı məsələlərə toxunulur və bankların bu tipli literacy tədbirlərinin də həyata keçirilməsi gərəkdiyinə dair vurğu yapır. Yəni dolayısıyla phishingə məruz qalan vətəndaşların özlərinin oxur yazarlığında problem var. Biz bunu qəbul edirik. Zaten olduğuna görə belə hallar baş verir. Adama zəng vurub deyirlər ki, məsəl üçün bankdan zəng vurmuşuq. Amma adam deyək ki, bir şübhələnmir də. Məsəl üçün normal az-çox başa çıxan adama zəng vursa, o səsin düzgün düzənməli gəlməməsindən, səsin deyək ki, gedib gəlməsindən, səsdəki qırılmalardan, zəngin şübhəliliyindən, danışan şəxsin özünü şübhəli aparmasından və s. şübhələnə bilər. Amma elə adam orada şübhələnmir də.
Deyək ki, 80 yaşında, 75 yaşında hansısa bir nənəyə deyək ki, ya babaya zəng vurmusunuz ki, deyək ki, pensiya kartından 300 manat, 500 manat pulu olan bir vətəndaşdır. Zəng vurmusunuz ki, Kapital Bankdan zəng vurmuşuq. İndi ad çəkirəm burada, bilmirəm nə dərəcədə doğrudur. İndi nümunə kimi söylədim. Ya deyək ki, Kapital Bank olmasa Dövlət Bankından çəkək. ABB-dən zəng vurmuşuq. Əlbəttə ki, o indi bilmir də. O elə bilir ki, həqiqətən ABB-dən zəng vurulub yəni. Yəni dolayısıyla burada biz bankların və bütün kommersiya strukturlarının üzərinə ötəri düşür ki, onları heç olmasa minimal dərəcədə məlumatlandırsınlar. Təkcə bankların üzərinə düşmür. Dövlət strukturlarının da üzərinə düşür, aidiyyatı bütün strukturların da üzərinə düşür, amma banklara da düşür. Yəni bax burada belə bir yanaşma sərgiləməkdə mən elə düşünürəm ki, ədalətli yanaşma olar. İndi phishingə girdiniz, təbii ki, vətəndaşlara yönəlik addımlar atılmalıdır. Çünki bilirsiniz, biz cyber crime'larla cyber related crime'ları bir-birinə ayırırıq. Bir var kiber cinayətlər, bir də var kiberlə əlaqəli, kiberin vasitə kimi istifadə olunduğu cinayətlər. Bunlar biraz kiberin vasitə kimi istifadə olunduğu cinayətlərdir. Yəni əslində klassik mühitdə də bu var da, hansısa nənəni, hansısa babanı, ya hansısa bir gənc oğlanı, gənc xanımı klassik yollarla da aldadıb onun bank hesabından vəsait ələ keçmək mümkündür də, deyilmi? Sadəcə bu məkan dəyişdirib. Klassik məkandan keçib yeni məkana. Bəli, rəqəmsal məkana keçib. Bu qədər sadə. Bu qədər sadə. Yəni ona görə də biz buna deyirik sosial mühəndislik vasitələri. Yəni bu hadisələrin texniki məsələlərlə çox da əlaqəsi yoxdur. Bu sadəcə vətəndaşların sosial mühəndislik vasitəsilə aldadılmasını ehtiva edən cinayətlərdir deyərək nöqtə qoyuram. Ümid edirəm cavablandıra bildik. Və sizə sonuncu sualımızı ünvanlamaq istəyirik. Düzdür, bu iki sualda ibarət olacaqdır. Bəli. Burada deməli yaxın Ümid edirəm sonuncu sualdır. Bəli, bəli. Sizcə yaxın gələcəkdə vətəndaşların rəqəmsal şəxsiyyəti də dövlət tərəfindən sığortalama mexanizmi yaradıla bilər yoxsa yox? Yəni yaradılsa yaxşımı olar yoxsa yox? Və əlavədən də vətəndaşlarımıza burdan kiber cinayətlərdən qorunmaq, xüsusilə də phishing, yəni dediyiniz kimi növündən qorunmaq üçün nələri məsləhət görə bilərsiniz? Valla sığorta hissəsi biraz bu private law ilə bağlıdır. Ona görə sığorta hüququ ilə bağlı özümü çox da mütəxəssis hesab eləmədiyimə görə çox dərinliyə getməyəcəm. Amma bu zaman bu bilirsiniz də, indi bilmirəm bunu mu siz nəzərə tutdunuz sualınızda ki, rəqəmsal bu hesablardan da deyək ki, hər kəsin Meta'nın müxtəlif platformalarda hesabları var, ya deyək ki, WhatsApp hesabı var, Twitter hesabı var və s. və axır. Bunlara münasibətdə nə olacaq? Çünki indi sonuçta insan fanidir. Bir gün hamımız həyatdan köçəcəyik. Dərslərdə hər zaman zarafat yana deyirəm ki, iki fundamental sənəd var ki, onları demək olar ki, onları vətəndaşların özü almırlar. Biri doğum haqqında şəhadətnamədir, biri də ölüm haqqında şəhadətnamədir. Birini valideynləri alır, doğum haqqında şəhadətnaməni, ölüm haqqında şəhadətnaməni əgər uşaqları, övladları varsa, onlar yoxdursa da dövlət əncamına baxacaq. Hər bir halda. Allah gecindən versin, amma biz fanidir insan sonuçta, deyilmi? İndi bir gün hər kəs həyatdan köçəcək. Onda o virtual rəqəmsal hesablara münasibətdə necə bir yanaşma sərgilənməlidir? Varislik varmı burada, yoxmu? Bu tipli məsələlər. Mənə elə gəlir ki, var. Yəni bu sonuçta bir yaradıcılıqdır. Yəni yaradıcılıq deyəndə bunun o intellektual tərəfləri də var. Təbii ki, əmlak tərəfləri də var. O baxımdan hesab elə mülki tərəfləri də var daha doğrusu. Yəni o baxımdan biz hesab edirəm ki, buna vərasət məsələlər də zaten həll olub məncə. Yəni praktika var Amerikada, ondan sonra Türkiyədə bu deməli rəqəmsal hesablara münasibətdə vərasət sanki tanınır. Amma sığorta məsələləri falan dediyim kimi niyə də olmasın? Yəni sonuçta bu da artıq insanlar üçün əhəmiyyətli bir kapitala çevrilib. Yəni biləsiniz, yəni bilirsiniz, indi mən burada bilmirəm də ad çəkimmi ya çəkməyimmi, indi tanınmış şəxslər olsun da, deyək ki, pop musiqisinin tanınmış nümayəndələri var, deyilmi? Onların 2 milyon, 3 milyon, bəzilərinin milyard user bazası var. Bu hesablar pul gətirir. Bu hesabların reklamından gəlir əldə olunur. Necə ola bilər ki, bunlar hüququn predmetinə çevrilir? Necə ola bilər ki, bunlar varisliyin mövzusu olmasın? Yəni bu birmənalı şəkildə sadaladığımız hüquq sahələrinin predmetidir, birmənalı şəkildə. Amma bunun detalları üzərinə təbii ki, baxılmalıdır, işlənməlidir o hüquqi detalları ilə bağlı. Onu da artıq sığorta mütəxəssisi bir gün inşallah çağırarsınız, onun detallarına daha yaxşı baxarlar, cavab verərlər. Qaldı ki, phishing və bu kiber tələddüzlüyə məruz qalmamaq üçün addımlar nə etmək lazımdır? 1. İlk növbədə bilmək lazımdır ki, kiber məkanda bütün linklər təhlükəsiz deyil. Yəni bütün linklər təhlükəsiz deyil, bütün platformalar təhlükəsiz deyil, təhlükəsiz platformalar istifadə olunmalıdır. Ondan sonra multi-factor identificator deyirik də biz ona. 2 faktorlu identifikasiya istifadə olunmalıdır. Bütün platformalarda, WhatsApp'da da, Telegram'da da, Facebook'da da. Yəni e-mail, telefon təsdiqləməsi eləyin ki, OTP kodlarına mütləq istifadə eləyin ki, bunlar sizin üçün garantiya yaratsın. Aydındırmı? Ondan sonra sizə gələn zənglərə mən xahiş edirəm ki, hamısına etibar eləməyəsiniz. Yaxşı olar, bax məndə də burada Android istifadə edirəm indi mən.
telefonda avtomatik özünün deməli spoof callları autentifikasiya edən proqramlar var. Onu aktivləşdirsinlər. Məsəl üçün mənə phishing zəngləri gələndə avtomatik mənə spam olduğu bildirilir. Çünki mən aktivləşdirmişəm. Yəni ondan dolayısı bu tipli məsələlərə diqqət etmək lazımdır. Ondan sonra deyək tanımadığınız adamlardan, tanımadığınız səslərdən ani gələn təkliflər. Bəli. Siz priz udmusunuz, xahiş edirik filan linkə ad soyadınızı daxil eləyin, priz sizə göndərək. Və yaxud da ki, dövlət başçısı bütün vətəndaşlara 1000 manat mükafat verdi. Xahiş edirik linkə girin, adınızı soyadınızı yazın. Bir də görürsünüz, adınızı soyadınızı yazdınız, sizə nəinki vəsait gəldi, tam tərsinə vəsait çıxa bilər. Ona görə ehtiyatlı olmaq lazım belə məsələlərdən. Digər tərəfdən belə hallarla qarşılaşanda mütləq ki, bir dəfəyə inanmamağa çalışın. Yəni digər autentifikasiya vasitələrindən istifadə edin, yəni fiziki olaraq və s. belə. Hətta son dövrlər artıq bu fake deepfake deyirik də biz ona. Süni intellektin artması ilə birlikdə artıq hər kəsə öz yaxınlarının, öz deyək ki, qardaşının, bacısının, anasının, atasının səsi ilə belə zəng vura bilirlər. Biz buna deyirik spoofing callinglər. Yəni spoofing, zərərli və yaxud da ki, aldadıcı zənglər deyə bilərik də biz buna. Bunları da necə müəyyənləşdirmək olar? Bir, adətən danışanın səsi qırıla bilir texniki olaraq. Danışanın səsi xışıltılı ola bilir. Danışanın səsi şübhəli gələ bilir. Yəni müəyyən o danışıqlarında şübhəli məqamlar hiss olur və s. Bir də tövsiyəm odur ki, adətən belə işlər kimin başına gəlir? Bu daha çox cəmiyyət içərisində olan adamların. Bir dəfə bir xanım həkim mənə müraciət etmişdi ki, bəs Təbriz müəllim, mən deyək ki, həkiməm, terapevtəm. İstər-istəməz nömrəm internetdədir, Instagramdadır, platformalardadır. Mən necə edeyim ki, belə spoofinglərə falan məruz qalmam? Dedim ki, əziz dostum, mən xahişim o yöndə olar ki, siz iş telefonunuzla ev telefonunuzu bir-birindən ayırın. Sizin yaxın çevrənizlə təmaslarınız ayrı bir telefonla olsa daha yaxşı olar. Sizin o sığortalanmağınız və təhlükələrin önünə keçməyiniz nöqteyi nəzərdən. Əks təqdirdə istər-istəməz sizin telefonunuz internetdə olduğuna görə o belə demək mümkünsə kiber dələduzların və zərərli fəaliyyətlə məşğul olan belə demək mümkündürsə hackerların maraq dairəsinə daxil ola bilər və onlar cəhdlər göstərə bilərlər. Digər tərəfdən belə bir case olmuşdu. Bunu deyim, bəlkə bundan yekunlaşdıraq. Məsəl üçün vətəndaşa zəng vurublar ki, indi adını çəkmirəm ölkənin, o dövrdə də biraz belə Azərbaycanla da münasibətlər gərgin idi ki, həmin ölkə ilə sizin bağlantılarınız var. Ona görə də siz xahiş edirik Bakı şəhər Baş Polis İdarəsinə dərhal yaxınlaşın və yaxınlaşmazdan qabaq da dərhal identifikasiya məlumatlarınızı və sizin bank kartınızdan həmin ölkəyə deməli transferlər olduğuna görə bank kartı rekvizitlərini bizə təqdim edin. Bu da təbii ki, canlanır, telefonu dərhal söndürür. Telefonu söndürür, üstündən 1 dəqiqə keçir, 102-dən zəng gəlir. 102-dən zəng gəlir, adam dərhal telefonu götürür və deyir, bəs sizə demədik ki, məlumatları təqdim eləyin. Biraz da belə ucaq səslənir. Adam məcbur qalır telefonlar məlumatları daha doğrusu təqdim eləyir və kiber dələduzluğa məruz qaldığı sonradan məlum olur. Amma vətəndaş bilsəydi ki, ümumiyyətlə 102-dən zəng gəlmir. 102 ehtiyac olsa, lüzum görsə özü gəlib. Necə deyirlər, müvafiq tədbiri görür. Yəni özü gəlməsinə lüzum varsa özü gəlir. Yəni belə bir zəng gəlmir. 102 ancaq zəng gedir. Dolayısıyla bax bu tipli məsələlərdən məlumatlı olaraq vətəndaşlar əslində kiber məkanda oxur yazarlıqlarını artıraraq, maarifləndirmə səviyyəsini artıraraq biz bu tipli kiberdə yarana biləcək qeyri-legal, illegal əməllərin önünə keçə bilərik. Xatırladığım bunlardır. Əlbəttə ki, indi detallı əlavə hansısa məqam olsa ona da açıqlama gətirərik. Oldu. Çox sağ olun Təbriz müəllim. Vaxtınızı ayırdığınız üçün təşəkkür edirik. Ümid edirik ki, hər kəs üçün, tamaşaçılar üçün produktiv, maraqlı bir müsahibə oldu. Növbəti müsahibələrimizdə görüşənədək sağ olun. Siz sağ olun. Təşəkkür edirəm. Çox sağ olun.